Salam, vaxtınız xeyir olsun. Danışan yenə həmişə kimi Usta Sarxan Biləşvar balasıdır. Həmişə bölgələri gedirik. Şəki, Gəncə, Oğuz, Qazax. Bu dəfəki işimiz müştərilərimiz özü gəlib. Xoş gəlib, səfa gəliblər. Yeznə qayn gəliblər. Qardaş şəkilə düşmə istəmir. Qaynındır. Qaynı düşmək istəyir. Yeznə. Adın nədir dayı? Adım Qadir'dir. Qadir dayıdır. Xoş gəlibsiniz, səfa gətiribsiniz. Bərdən arasına gəlibsiniz. Qazaxlar kəndi. Bərdənin Qazaxlar kəndinə gəlibsiniz. Xoş gəlibsiniz, səfa gətiribsiniz. Sağ ol, Allah köməyiniz olsun. Gözüm seyir var. Qardaş əslində indi burada özü düşmək istəmir. Səs instruksiya danış, səsin düşsün. 3 kilovat istəmişdi. Gəldi dedi usta, tokum güclü. Dedim ondan Zeynal. Qardaşa 4 kilovat ver. Yəni sağ ol. 3 də varımızdır, 4 də varımızdır. İndi içəridə 5 kilovat da var. Onu da göstərim. Onu rəngsizlərdir. Sağ ol. Allah xeyir versin. Qardaş özü ot da gətirib. Sağ ol. Nə otu da gətirdiyin? Təbii yox. Zeynal gör nədir? Təbii yan sətin doğranan bir şeydir, ha? Xodda inşallah, xodda. Qalamırda var, əvvəldə var. Təbii yoxdur da, təbii. Doğranan bir şeydir, yəqin. Karısı doğranan bir şeydir. Ha. Ha, xodda inşallah ataq görək. Ha. Çətin doğranan yemdir. İnşallah görə o nətər doğrayacaq. Qardaş gəlib pres söz gətirib. Əsas da gətirib, pres bizə qalar da yana. Ha. Tut. At geçsin hele. At, onu at. Bak bu gördüğün 4 kilovatdır. 3 kilovata bunun çoxunu atsan boğular. At Zeynal, onu töytürlər. Qəşənglə doğrayır. Amma bu, sağ ol, bak. Bak, o 3 kilovatdır, düzdür. 3 kilovata bu ot atsaydı o boğulacaqdı. Amma bu 4 kilovatdır, boğulmur. Yəni iş göz qabağında. Özün müştərilər var. Həmişə mən özüm dastar gedirəm. Müştəri nəslinə sexə gəlməyə qəşəng bir şeydir. Gəlib burada 3 kilovatı da görür. 4 kilovat da görür. Qardaş özün istəyindən gəlib. İndi 500 manat məsəl üçün yol pulu çıxacaq heç İndi o hörmət eləyəcək. Mən həmişə müştərilərə özüm aparıram. İndi gələndə yol pulu çıxıb şeylərim. Öpürəm. Doğramaq göz qabağında qardaşım. Nəfər doğrayır. Super. Allah balanızı alasın, razı qalın. Yəqin ki bütün günü videolarıma baxırsan. Əlbəttə, həmişə səni yəni izləyirəm. Öpürəm. Səsdən eşitsiniz. Yəni videoda göstərdim ki doğrayır, doğramır. Bəli, dediyin kimi var qardaş. Maşallah. Yəni, gözümü şahid oldum ki, dediyin kimi də So, var. baxın. O görürsən bir çox çətin doğranan otdur. Motor səsində dəyişir. Qardaş 3 kilovat istəmişdi, dedim qardaş. Bax 3-ün qiyməti budur, 4-ün qiyməti budur. Gəldiyəcə görə dedim yol pulu qiymət çıxacam, zamlayacam. Yəni tokun güclüdürsə güclünü götür. 3 kilovatı götürsəydin, 3 kilovat götürsəydin, onunsa mən düz danışan oğlan, məndə yalan falan yox qardaş. Alsan da budur, almasan da budur. Alsan da qonağımsan, almasan da qonağımsan, düzdür? 3 kilovat sən yandıracaqdın, açıq deyirəm. O çətin doğranan otdur. Gəl indi yaxından bax. Bəli, gəl. Dayı, nətər doğrar, baş Allah verdi. O 3 kilovatı götürsəydiniz, doğrayacaqdı, da bunun kimi doğramayacaqdı. Söndür. Üstündən qoyduğun nə ilə idi? 65'lik elə koymuşuq, baxın. Maşallah. So, Allah xeyirinizi versin. Sağ ol, sağ ol, sağ ol.